Ey tənha gül, sən də onun gözəlliyindən bəhrələnmisən. Və Məryəm qorxaraq dedi, əgər təqvalı kişisənsə və Allahdan qorxursansa, mənə əziyyət vermə. Dedi, məndən qorxma Məryəm, mən Cəbrailəm, Rəbbinin tərəfindən göndərilmişəm ki, sənə pak bir oğlan əta edim. Məryəm dedi, mənim indiyə kimi ərim olmadığı və mənə toxunmadığı halda necə evladım olacaq? Mən günahkar deyiləm. Dedi, sənin Rəbbin belədir. Buyurub, bu mənim üçün asandır. Allah nəyi istəsə yaradar və istədiyi şeyə desə, ol, olar. Allahdan sənə müjdə var. Onun adı İsa Məsih İbn Məryəmdir. Dünya və axirətdə ismətlidir və Allah dərgahının müqərrəblərindəndir. Başa düşmədim. Onda biz... Niyə həmişə bu məsuliyyəti fərisilər öhdələrinə götürürlər? Məyər səduqilərin də bu işdə iştirak eləmək vaxtı gəlib çatmayıb? Bütün xəzinələr və məbəd gəlirləri Cənab-ı Yasakarın ixtiyarındadır. Yeni məsuliyyət onların çiyinlərinə ağırlıq eləməyəcək ki... Cənab Sidqiyyə, məbədin sütunları onun sərvəti və varı üzərində dayanıb. Bütün dünyada birinci sözü həmin qanun deyir. Mənim qarşımda özünü göstərmək istəyirsən? Xeyr. Amma mən bu barədə digər səduqi qardaşları ilə məşvərət eləməliyəm. Onda məşvərət elə. Gedək. Bu bizim sonuncu fürsətimizdir. Qoymaram belə rahatlıqla əldən çıxsın. Əgər Heyləl Heroda şikayət eləsə onda necə? Herodla bu barədə çətinlik olmayacaq. Cənab Yasakar, məbəd mühafizəçilərinin rəhbəri sizin göstərişlərinizi gözləyir. Bu andan etibarən mənim icazəm olmadan heç kəsin məbədə girib çıxmağa ixtiyarı yoxdur. Əvvəllər göstərişləri cənab Heyləl verirdi. Sakit ol. Göstərişə əməl elə. Get. Məryəm, ilahi, halın yaxşı deyil. Bir şey olub? Cənab Zəkəriyyə səni gözləyir. Bu tərəfdən get ki, kimsə səni görməsin.
Məryəm? Ah, Məryəm, nəhayət ki, gəlib çıxdın. Niyə gecikdin? Vaxt yoxdur, məbədi mümkün qədər tez tərk eləməlisən. Al, əşyalarını topla, biz getməliyik. Halın pisdir. Xəstəsən? Biz hara gedirik? Cəliliyə gedirik. Sən bir müddət xalanın yanında qalmalısan. Cənab Zəkəriya, istəmirəm daha mənə görə bundan artıq əziyyət çəkəsiz və xəcalətdə olasınız. Çünki nə Məryəm? Niyə sənə görə xəcalət çəkməliyəm? De görüm, nə olub? Axı, niyə ağlayırsan? Ürəyimi ağrıdırsan. Əziz qızım, ağlama. Sən bizim üçün xəcalət deyil, iftixar mənbəyisən. Tələs, getməliyik. Mən... Neysə demək istəyirsən? De. Cənab Zəkəriya. Cənab Zəkəriya. Səbr eləyin, cənab Zəkəriya. Məni bağışlayın. Amma cənab Yasakar icazəsiz məbəddən çıxmağı qadağan eləyib. Yasakar göstəriş verir? Bəli. Siz cənab Heyləldən göstəriş alırsınız, yoxsa Yasakardan? Məryəm, gəl Mən biz onu gedək. dedilər ki, giriş-çıxışa nəzarət edin. Məbədin rəisi cənab Heyləldir, Yasakar yox. Açığını deyim ki, özüm də çaşbaş qalmışam. Amma özünüz də bilirsiniz ki, mən... Niyə qanunları Yalnız pozursunuz? əmrləri icra edirəm. Bilmirəm, birdən-birə niyə belə qərar çıxar? Bu gecə Məryəm özünü çox qəribə aparır. Gələndən bəri ona fikir verirəm. Elə bil yol yerişi də dəyişib. Hamilə qadınlar kimi yeriyir. Sakit ol. Niyə boş-boş danışırsan? Məryəm və hamiləlik? Qeybətsiz dayana bilmirsiniz. Axı mən nə dedim? Pis niyyətim ki, yoxdur. Bizdə belə danışma. Sus deyirəm sənə. Gözəl balam. Şirin balam. Əzizim, yeməyini yedin? İndi yatmalısan. Gəl mənim qucağıma. Gəl qucağıma, əziz Yəhyam.
Gözəl balam. Əziz balam. Gözəl Yahyam. Yox. Elizabet və Zekeriyaya necə deyim ki, bətnimdə uşaq var. Onlar öz qohum əqrabalarının və cəmaatın qarşısında nə cavab verərlər? Yox, yox, bacarmaram. Ey Allah, bu bacarıqsız kənizinə köməklə ki, tənhalıq və kimsəsizlikdə yalnız sənə pənah aparsın. Məbəd gözətçilərinin başçısı mənim dostum olmasaydı bizi tutacaqdılar. Onlar sizi tutmaq üçün əskərləri göndərə bilərlər. Onlar kimsəni tutmaq və mühakimə eləmək üçün Heroddan göstəriş almalıdılar. Eşitdiyimə görə Herod möhkəm xəstədir. Allah onu tezliklə yer üzündən yox eləsin. Necə yəni yoxdur? Gəlməyib? Amma o dünən gecə məbəddən çıxandan sonra bura gəlməli idi. Məni nigaran qoydun. Yoxsa yolda onun başına bir iş gəlib, bir hadisə baş verib. Axı buradan başqa getməyə yeri yoxdur. Vəziyyəti yaxşı deyildi, yaralı quş kimi çırpınırdı. Yusuf, bura gəl. Ged onu axtar. Cəlilədən Yerusəlimə qədər olan bütün yeri yaxşıca gəz. Ola bilsin ki, yolda taqətdən düşərək huşunu itirib. Mən də bu ətrafı gəzəcəm. Onu mütləq tapacağıq. Siz heç narahat olmayın.
Salam olsun sizə. Salam. Sizin Məryəmdən xəbəriniz yoxdur. Yox, necə məyər? Evə gəlməyib. Əgər onu görsəz, bizə xəbər verin, yaxşı? Mütləq. Xudahafiz. Allah amanında. Bir xəbər yoxdur. Xeyr. Bəs sizdə? Nə olub Zəkəriyyə? Məryəm evimizə niyə gəlmədi? Axı o hara gedib? Doğrusunu Allah bilir. Amma Məryəm səhv eləməz. O mənə bir söz demək istəsə də, sanki məndən həya elədi, susmağa üstünlük verdi. Kaş dünən gecə onu evə qədər ötürəydim. Görəsən o hara gedə bilər? Axı Məryəmin Cəlilədə sizdən başqa heç kimi yoxdur. Dünən gecə səmada quyruqlu ulduz göründü, indi də Məryəm. Nə baş verəcəyini bilmirəm. İlahi, ona kömək ol. Məryəm heç vaxt xəbərsiz bir yerə getməzdi. Çox qəribədir, hətta Zəkəriyanın da xəbəri yoxdur. Bəli. Bugün mən Yusufu gördüm, o Məryəmin ardınca məbədə gəlmişdi. O Məryəmi hər yerdə axtarırdı. Təklif eləyirəm bu mətləbi cəmaatdan gizli saxlayaq. Gizli, cəmaat indiyə kimi onun haqqında hər bir şeyi yaxşı bilir. Buna baxmayaraq biz öz sözümüzü deməliyik. Sonra deməsinlər ki, biz onlardan nəyəsə gizli saxlamışıq. Gedək. İçin Əla Həzrət, için. Lənət olsun sizə! Lənət olsun ki, bu dadsız və pis eyni zəhərləri mənə içirdirsiniz! Bəs niyə mənim xəstəliyimə əlac yoxdur? İçərim o tutub yanır! Mənə şərab verin! Şərab! Səbr eləyin Əla Həzrət. Biraz səbr eləyin. Bu elə dərmandır ki, hər xəstəliyə kömək edir. Zəhləm gedir sizdən. Dərmanlarınızdan yorulmuşam. Mənə şərab gətirin. İçməyin Əla Həzrət, içməyin. Əsl zəhər elə odur. Şərab qaraciyərinizi məhv eləyir. Əvəzində sağlığımı azaldır və sizin bu məlun sifətlərinizi görməməyimə kömək eləyir. Deyin, nə olub? Niyə lal oldunuz? Əla Həzrət, şəhərə 3 İranlı alim gəlib, sizi görmək istəyirlər. Təbibdilər? Xeyr, münəccimdilər. Kaş ki, təbib olaydılar. Dedin, 3 İranlı alim? Bəli, Əla Həzrət. İstəyirsiniz deyib, başqa vaxt gəlsinlər. Yox. Şaya yaylar ki, Herod xəstədir və düşmənlərim də sevinərlər ki, halım yaxşı deyil. Alim oxşayırlar? Bəli, böyük Herod. Axı, bu İranlılar bizdən nə istəyirlər? Görürsünüz ki, halım yaxşı deyil. Bunlar öz ölkələrinin tanınmış alimləridir. Bura, Yerusəlimə karvanla gəliblər. Çox xahiş edirlər ki, siz onları qəbul eləyəsiniz. Lap yaxşı. Onda deyin, Roma sərkərdəsi Periklisdə görüşdə iştirak eləsin. İranlılar Romalıların qatı düşmənidirlər.
Ola bilər Romalılar fikirləşərlər ki, bizimlə onların arasında nə isə var. Çağır gəlsinlər. Axı buna kim inanar? Özü də Məryəm. Mən də deyirəm ki, bu qeyri-mümkündür. Mən gözümdən demirəm. Görənlər deyir ki, hamilə qadınlar kimi yol gedirdi. Biz hamımız Məryəmi tanıyırıq. Bu ola bilməz. Ola bilər. Sizcə niyə adamlardan gizlənir? Hətta Zəkəriyə və Elizabetin də ondan xəbəri yoxdur. İndi hamı onu axtarır. Elə neçə gündür Yusif də hər yerdə onu axtarır, amma tapa bilmir. Bəlkə bu şəhərdən çıxıb gedib? Onun yerinə olsaydım, mən də belə eləyərdim. Sakit, hər nə gəlir. Burada nə edirsiniz? Yenə kimin qeybətini eləyirsiniz? Heç kəsin. Kimin qeybətini eləyəcəyik? Gedək. Hə, gedək. Məryəm, Məryəm, hardasan? Üz açıq, özünü göstər. İlahi, qoyma bu qövmün cəmaatı Məryəmin abrını aparsın. Qoy Məryəm bu sınaqdan alnı açıq, üzü ağ çıxsın. Bən İsrailin hakimi olan, Yəhudilərin padşahı, Böyük Heroda salam olsun. Yerusəlimə xoş gəlmisiniz. Mənə dedilər ki, İranlısınız. Biz İranlılara Yəhudi qövmünü əsarətdən xilas edən Böyük Koroşun zamanından ehtiram bəsləyirik. Belə deyirlər ki, alimsiz. Biz Yerusəlim məbədi, qəsrlər, amfiteatrlar, şəhərin geniş su yollarının tikintisində alimlərin zəhmətini həmişə qiymətləndirmişik. Amma sizin məmləkətinizə gəlməyimizin başqa bir səbəbi var. Biz İran imperatorluğunun müxtəlif bölgələrindən gəlmişik. Yolda bir-birimizə rast gəlib yoldaş olmuşuq. Bəs səfərinizin məqsədi? Sizin məmləkətinizə tərəf hərəkətdə olan quyruqlu ulduzu təqib eləyirik. Quyruqlu ulduz? Bəli, Böyük Herod. Düz buyurdunuz, quyruqlu ulduz. Quyruqlu ulduzlar eşq dastanlarının mənbəyi olurlar, ya da qorxulu yuxularda görünürlər. Çox da fikir verməyin. Amma bu dəfə qorxulu yuxularda deyil. Gecə buludlu səmada belə çox aydın şəkildə görünür. Cənab Bereklis, yaxşı oldu ki, gəldiniz bu tərəfdən. Bacardığım qədər tez gəldim. Əcnəbi alimlər gəlib? Bəli, cənab. Allah bizim hamımıza rəhm eləsin. Həmin ulduzdur. Buna heç bir şübhə yoxdur. Bu, Yəhudilərin padşahı və xilaskarı Məsihin ulduzudur. Onun zühurunun vədəsi neçə min il əvvəl insanlara çatdırılmışdı. Uzun illər ərzində apardığım hesablamaların nəticəsi göstərir ki, Məsih burada zühur edəcək. Hər 2000 ildə bir dəfə bu quyruqlu ulduz göydə görünür və hər dəfə də
yerdə qəribə bir hadisə baş verir. Bizim hər üçümüz bir nəticəyə gəlmişik. Qədim kitabların çoxunda yazılır ki, bu ulduzun görünməsi ilə Məsihin zühuru eyni vaxtda olacaq. Biz yeganə Allah olan Ahura Məzdaya itaət eləsək də, sizin Məsihinizin intizarındayıq. O Allahın nəbisi və dünya məzlumlarının xilaskarı olacaq. Biz özümüzlə ölkəmizdən hədiyyə, nəzir, yağ, ədviyyat, ətir dolu qablar gətirmişik ki, bu mübarək körpəyə təqdim eləyək, Əla Həzrət. Yahudilərin padişahı. Halınız yaxşı deyil. Yox, Bəlkə təbib çağırım. yox. Belə başa düşdüm ki, siz Yahudilərin padişahını axtarırsınız. Tamamilə doğrudur. Zəhrim var. Xoş onun halına. Bəli, yəqin ki o padişahı taparsınız. Göstəriş verin sərbəst şəkildə cəmaatın arasında gəlsinlər. İstədikləri yerə səfər eləsinlər. Kimsə də onlara mane olmasın. Ümidvaram ki, bu padişahı tapacaqsınız və mənə də xəbər verərsiniz ki, birlikdə onu ziyarət eləyib himayəsinə çalışaq. Təşəkkür edirik, Əla Həzrət. Ahura Məzda, böyük Heroda salamatlıq, xoşbəxtlik, uzun ömür bəxş eləsin. Məyər sizin Ahura Məzdanız bir iş görə bilir? İcazənizlə. Bereklis, Bəli, Əla Həzrət. yaxşı olar ki, Yahudi padişahını tapmaqda siz bir neçə əskər götürüb onlara kömək eləyəsiz. Mənə də xəbər verin. Qoymayın bizim əlimizdən qaçsın. Qulaq as, Bereklis. Ona aman vermə. Fürsət tapan kimi dərhal onu aradan götür. Arvadının hamiləliyini Allahın möcüzəsi kimi qələmə verdi və hamını allatdı. Vaxt ikən mən də sizin kimi onun qocalığına və ağ saçlarına hörmət eləyib, sözlərinin düzgünlüyünə şübhə eləmirdim. Axı hardan biləydim ki, bu böyük yalanlarda məqsəd pak və sadə möminlərə hiləgərcəsinə hakimlik eləməkdir. İnsanlara əminamanlıq lazımdır və heç kəsə icazə vermək olmaz ki, onların pak hisslərindən suyu istifadə eləsin. Özü də bütün insanların amal və arzusunu özündə əks etdirən belə bir müqəddəs yerdə. Bu dözülməzdir. İcazə verirsinizmi? Bir nəfər özünü yalandan peyğəmbər adlandırsın və mütəmadi olaraq ölkəmizdə fitnə fəsad törətsin. İnsanları yalançı ilahi möcüzələrlə həyəcanlandırıb, öz mənfur məqsədləri üçün istifadə eləsin. Xeyr, buna yol vermək olmaz. Zəkəriyya hiylə işlədərək özünü Allahın peyğəmbəri adlandırır. Bu iş əvvəllər İmran da eləyərdi. O insanların pak hisslərindən suyu istifadə eləyir. Özünüz baxın. Məyər Allahın peyğəmbəri iş görər? Siz hamınız bilirsiniz ki, o dülgərdir. Və hərdən də avam cəmaatı allatmaq üçün məbədə bir baş çəkir. Mən uzun illər onun şagirdi olsam da, təəssüf ki, onun niyyətini çox gec başa düşdüm. Və indi özümə vəzifə bilirəm ki, onu sizə tanıtdırım. Əlbəttə, cənab Yasakar, onu məndən daha yaxşı sizə tanıtdıracaq. Zəkəriyya küfür danışır. Dilinə elə sözlər gətirir ki, onları deməyə belə utanıram. İndi də bu küfürlərin üstünə
Bir qadının Qüdsə giriş fitnəsi də əlavə olundu. Artıq kahinlərin səbri tükənib. Biz Süleyman məbədinin kahinləri bu hörmətsizliyə dözə bilməyib. Qərara gəldik ki, onu Süleyman məbədindən bir dəfəlik qovaq. İndi də düşünürük ki, vaxtı çatanda Zəkəriyanı bu nalayıq hərəkətlərinə görə cəzalandıraq. Sakit ol Natan. Axı sən nə cürətlə cənab Zəkəriyaya küfür və yalan töhməti vurursan? Özü də cəmaatın qabağında. Zəkəriyanın tərəfdarlarıdır. O burada iştirak eləmədiyi halda özünü necə müdafiə edə bilər? Birdən-birə məbəddə sənə verilən məqama, mənsəbə və böyük pullara görə onun üzünə ağ oldun. Ey yeni cücərmiş kahin! Nə asanlıqla Zəkəriyanı düşmənlərinə satdın. Vay olsun biz kahinlərə ki, dindarlıq yolunu kənara qoymuşuq. Fitnəkarlıq və dünyapərəstliyi özümüzə peşə eləmişik. O Zəkəriyanın tərəfdarlarındandır, məlun. O küfür danışır, küfür danışır. Bu məlun kafir olub. Niyə dayanmısınız ay cəmaat? Niyə susmusunuz? Süleyman məbədində kahinləri təhqir eləyən bu yalançı kafirlərə lənət olsun! Lənət olsun! Daşlayın onları! Onlara ölüm də azdır! Qoymayın onu geçsin! Saxlayın onu! Öldürün! Öldürün onu! Onlar bizim məbədimizi təhqir edirlər! Vurun! Qoymayın, qaçsınlar! Öldürmək lazımdır! Dayanın! Müdaxilə eləməyin! Qoyun cəmaat onların cəzasını versin! Vurun! Onlar bizim dinimizi təhqir edirlər! Vurun onları! O ölümə layiqdir! Al payını, al! Lənət olsun sənə! Sənə bu da azdır! Cəzasına çatdı. İndi növbə o birinindir. Onu da öldürmək lazımdır! O ölməlidir! İndi sənin növbəndir. Səbr eləyin, səbr eləyin. Mənim günahım yoxdur. Mən təqsirsizəm. Mənim günahım yoxdur. Cənab Yerbam, cənab Natan, bu kişi Zəkəriyanın tərəfdarlarındandır? Yox, deyiləm, yox. Mən Zəkəriyanın tərəfdarı deyiləm. Onda de ki, Zəkəriya yalancıdır. Tez ol de! Deyərəm. Zəkəriya yalancıdır. Cadan de! Yalancıdır. Cadan! De ki, Zəkəriya ölümə layiqdir! De! Deyirəm. Zəkəriya ölümə layiqdir. Ucadan de ki, o ölməlidir! Zəkəriya gərək ölsün. Gərək ölsün. Cənab Zəkəriya, əgər o məbədə gəlsə, onu sağ qoymayacaqlar. Cənab Zəkəriya! Cənab Zəkəriya! Cənab Zəkəriya! Nə olub? Cənab Zəkəriya! Yerusəlimdən gəlirsən? Qohumlarınız cəmaatı sizin əleyhinizə qaldırıblar. Bütün kahinlər,
Sizdən intiqam almaq üçün bir fürsət axtarırlar. Allah onlara lənət eləsin. Məbədə getməyin. Çalışın bir yerdə gizlənəsiz. Arxanızca gələndə sizi tapmasınlar. Məryəmdən soraq tutmayınca heç yerə getməyəcəyəm. Məryəm? O hələ tapılmayıb. Onun haqqında şəhərdə qəribə şayələr gəzir. Yaxşı, yaxşı. Sən get. Xəbər verdiyinə görə sağ ol. Cənab Zəkəriyya, xəcalət çəkirəm. Məni əfv eləyin. Heç bilmirəm necə deyim. Canımdan qorxuram. Arxayın ol, xəbər gətirdiyin barədə heç kimə demərəm. Elə Yusif də. Elədir. Arxayın ol. Allah sizə xeyir versin. Əgər desəz, canım təhlükəyə düşər. Ağlayırsan? Nə olur? Cənab Zəkəriyya, Yahuyakin. Yahuyakin? Nə? Onu sizin tərəfdarınız olduğuna görə öldürdülər. Öldürüblər? Necə? Harda? Qabaqcadan məbədin girişində bizi gözləyirdilər. Hamını sizin və tərəfdarlarınızın əleyhinə qaldırmışdılar. Allah məni bağışlasın. Mən ona kömək eləyə bilmədim. Bizə birdən hücum elədilər. Mənim ayaqlarım tutuldu. Sənə xətər yetirmədilər? Başa düşürəm. Məni inkar eləməyə səni məcbur elədilər. Məni bağışlayırsınız. Xahiş eləyirəm. Sənə bir iradım yoxdur, Davud. Şübhəsiz ki, canın təhlükədə idi. Qalx, Davud. Sən bağışlandın. Təşəkkür edirəm. Təşəkkür edirəm. Məryəm, sən hardasan? Hamilədir? Hamilə? Mən bilirdim. Bilirdim ki, Məryəm bir gün özü intiqam vasitəsini mənim ixtiyarımda qoyacaq. Gördünüz ki, gecə ikən necə qaçdılar? Gördünüz onu necə gizlətdilər? Kaş bizim əlimizdə olaydılar. Onda mən bilərdim. Onları necə cəzalandırmaq lazımdır. Məlum oldu ki, kahinlər bütün bu illər ərzində düz deyirmişlər. Qadınlar belə şey tez başa düşürlər. Onlardan bizə gizlətmək. Nəyə gülürsən? Cəmaata gülürəm ki, günlərlə ondan su və çörək almaq savabının niyyəti ilə sıraya düzülürdülər. Təsəvvür eləyirsən? Gör bu neçə illər ərzində bizi necə Yağmurçılıq. Ona görə insanlardan özünü gizlədirdi. Axı Məryəmin bundan başqa çıxış Mən də onu yolu deyirəm. yoxdur. Necə bilirsiniz, yəni o şəhərə qayıda bilər? Hansı üzlə qayıdar? Məyər insanların gözünə baxa bilər? Ey Allah, o uşaqla Bəni İsrailin arasına necə qayıdacaq? İnsanların qarşısına necə çıxacaq? Onların necə hamilə olmusan sualına nə cavab verəcəm? Heç kimin mənə yazığı gəlməyəcək, məni abırsız adlandıracaqlar.
Gərək uzaq bir yerə gedim ki, heç kim məni tapa bilməsin. Sənə şükür eləyirəm ki, mənə bütün ömrüm boyu sənə xidmət eləməyi qismət elədin. Varisim olsun deyə mənə pak övlad olan Yəhyanı bağışladın. İndi isə Məryəm mənim yanımda deyil, önəmli bir hadisənin baş verdiyini hiss eləyirəm. Harda olsa da ilahi, özün onu qoru.